Zahiri tövbənin Quran-ı Kərimdə nümunəsi Ali İmran surəsi 90-91-ci ayədir. Buyurur, o adamlar ki, küfr eləyiblər iman gətirəndən sonra. Sonra küfürlərində israr eləyiblər, lən tuqbələ tövbətuhum. Onların tövbəsi qəbul olmaz. Bu ayə yazırlar ki, Haris adlı bir şəxsin barəsində nazil olub. Haris adlı bir şəxs. Haris ibn Süveyd adlı bir şəxs idi. Birini vurub öldürmüşdü, əli batmışdı onun qanına, günahsız yerə. Fikirləşdi ki, İslamda daxı bunun cəzası var. Cəza qorxusundan dindən döndü. Cəza qorxusundan dindən döndü. Mədinədə idi, Peyğəmbər də Mədinədə idi hicrətdən sonra. Qaçdı Məkkəyə müşriklərin yanına ki, mən də dindən dönmüşəm. Nə olub? Dində bir günah eləmişdim, məni cəzalandıracaqlar o cəza qorxusundan. 11 nəfər tarix yazır ki, bu Harislə bir yerdə onlar da dindən döndülər, getdilər. Bir müddət keçmişdi, Haris fikirləşdi ki, kişi mən nə eləmişəm, o cür gözəl dini mən tərk eləmişəm, mürtədd olmuşam. Belə olmaz. Çox fikirləşəndən sonra bir adam seçdi, göndərdi Mədinədəki qohumlarının yanına. Dedi, geçsinlər, Peyğəmbərdən maraqlansınlar. Day, Harisin taleyi belə gətirdi ki, dindən çıxıb olub mürtədd. Ya Rasulallah, deyin Peyğəmbərə, Haris gəlsə, qəbul eləyərsən, tövbəsi qəbul olar. Peyğəmbərə xəbər verdilər, Peyğəmbər bu ayələr gəldi. Bu ayələr gəldi. Bundan qabaqki ayələr də var, onlar da bu haqdadır. Mən sadəcə onları oxumuram, bu hissəsini deyirəm. Bu ayələr gəldi ki, bəli, o adamlar ki, küfürdən sonra iman gətiriblər, çünki Harisin əvvəli küfr idi. İman gətiriblər, sonra imandan çıxıblar. Çıxandan sonra gəlsələr, Allah qəbul eləyəcək. Amma burada başqa cür deyir. O adamlar ki, imandan sonra küfr eləyiblər və küfürlərində də inatkarlıq eləyirlər, Allah onların tövbəsini qəbul eləməz. Yazırlar, Harisin barəsində tövbə qəbul oldu, o təzədən İslama gəldi və Peyğəmbərin xidmətinə gəldi, Peyğəmbər də onu qəbul elədi, axıra qədər də müsəlman olaraq elə dünyadan getdi. Amma o 11 nəfər. Haris xəbər göndərdi ki, kişi, indi nəfs bizi allatdı, şeytan bizi allatdı, qorxduq, nə cür oldusa biz dindən çıxdıq. Amma görürsünüz də, Peyğəmbər məni qəbul elədi, mən gəldim, mənim tövbəmi qəbul elədi. Siz də biz səhv idi, mənə qoşuldunuz, dindən çıxdınız, amma gəlin. Gəlsöz, yenə Allah sizi qəbul eləyər. Oxşayır bilirsiniz nəyə? Günah eləyib, tövbəni sındırır, yenə günah eləyir, tövbəni sındırır. Sonra tövbə eləmək istəyir. Yəni, eyni zamanda o zaman bu cür idi, mürtədd olmaq idi. İndi məsələn tövbə eləyib, tövbəsini sındırır. Bunu qorxudurlar ki, yo, sən Allahın bəlasına gəlməsən, mümkün deyil. Bu tövbənin sınmağının cəzası var ki, çəkməlisən. O da qorxur, yazıq. Gəlir, soruşur, deyir, yo, sənin tövbən qəbuldur, sən tövbəni sındırmısan. Cəmaatda belə bir təsəvvür var ki, sınmış tövbə təzədən olsa qəbul olmaz. Xeyr. İnsan sınmış tövbədən sonra gəlmək istəmir ki, mən sındırmışam. Sındırmısan, yenə gəl. Sındırmısan, yenə gəl. Allah bağışlayar. Necə ki, Haris dindən çıxmışdı. Sən şükür Allaha dindən çıxmamısan. Günahı tərk eləmişsən. Yəni, gəlsən, Allah qəbul eləyər. Qorxudurlar insanları, bəzi adamlar da qorxur, deyir ki, yox, mən gəlmirəm, gəlsəm, mənki qəbul olmayacaq. Xeyr, Hürridə elə bir təsəvvür yaranmışdı. Və o yarandığına görə idi ki, İmam Hüseynin yanına gələndə, dedi, həl tərali min tövbə, ağa, məndə tövbə üçün bir şey görürsən, yəni eləsəm qəbul olar, ağa buyurdu, xoş gəlmirsən, qəbuldur. İnsanda elə fikirləşir ki, mən də qutardı mənim ki, bir dəfə idi, qutardı. Deyir, Haris bunlara, dostlarına dedi ki, siz də gəlin. Siz də gəlin. Onlar dedilər, yox. Onların sözü bax bu idi. Dedilər ki, biz Peyğəmbərin əleyhinə bəzi planlarımız var, bəzi planlarımız var. Onları həyata keçirdəcəyik. Əgər baş tutdu, nə yaxşı. Əgər baş tutmadı, gördük ki, artıq biz məğlub oluruq, onda biz də gələrik, tövbə eləyərik. Biz də gələrik, tövbə eləyərik. Və hətta tövbə eləyəndən sonra necə
sən getmisən, tövbə eləmisən, sənin barında ayə gəlib ki, Allah qəbul elədi, elə bizim də barəmizdə ayə gələcək ki, qəbul elədik. Allah buyurur ki, lən tuqbələ tövbətuhum. Onların tövbəsi qəbuldur. Harisinki qəbuldur, onlarınki yox. Allah niyə? Buyurur, çünki tövbə Harisdə batini tövbə idi. Həqiqi, səmimi qəlbdən gələn tövbə idi. Amma onlar görsək ki, məğlub olduq, gələcək bir var çarəsizlikdən iman gətirəsən. O qəbul deyir. Çarəsizlikdən, çaron kəsilib, gəlmirsən. Görsən, çıxış yolu yoxdur. Gəlmirsən, sən də qəbul eləyirsən. O iman, o tövbə qəbul deyil. Bu o vaxt olub. Bu ayəni indiki zamandan uyğunlaşdırsaq necə? İndiki zamanda da belədir. Çox üzr istəyirəm. Bəzi insanlar ibadətə gəlir, həqiqətən gəlir. Üzr istəyirəm. Bəzi insanlar, çox üzr istəyirəm, pərdələnib gəlir. Nəzərləri özündən uzaqlaşdırmaqdan ötürü sanki bu da mömindir, bu da dindardır, bu da hacıdır, bu da Kərbəlayıdır. Belə. Baxırsan ki, içində həqiqi yoxdur. Çün nəzərlər cəlb olub buna, nəzərləri uzaqlaşdırmaqdan ötürü tövbəsində bir pərdə var. Allah buyurur ki, çün o pərdə sənlə mənim aramda pərdədir, mane olur. O pərdəni götür, mənə xatir gəl tövbə elə. Nəinki çarəsiz qalmısan, görürsən səni axtarırlar, mən də qaçım gedim, girim müsəlmanların, namaz qılanların arasına. Əslində bu tövbədir, amma zahiri tövbədir ki, Allah buyurur, lən tuqbələ tövbətuhum. Allah bizi o Harisin 11 nəfər dostları ki var idi, tövbəmizi onların tövbəsindən eləməsin.